Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 6 iyun tarixində 2026-cı ildə baş tutmuş monitorinq imtahanının riyaziyyat suallarının izahını verəcəm. Gəlin vaxt itirmədən keçək sualların izahına. 51-ci sualdan başlayıram. Deməli, əkinci torpaq sahəsində 16 kiloqram toxumlu kartof əkir. Məhsul yığımı zamanı hər 1 kiloqram toxumlu kartofdan orta hesabla 5 kiloqram kartof əldə edir. Deməli, əkincinin əlində 16 kiloqram toxum var uşaqlar. O hər il, yəni 1 kiloqram toxumlu kartofdan 5 kiloqram kartof əldə edir. Onda mən 16 kiloqram toxumdan neçə kiloqram kartof əldə edərəm? Burada düz mütənasiblik kimi həll eləsək, çarpaz vurmaqla, deməli 16 kiloqram toxumdan 80 kiloqram kartof əldə etmiş olaram. Əkinçi toplanılan kartofun 30%-ni saxlayır. Qalan hissəsini isə satış üçün ayırır. 30%-ni saxlayırsa, 100%-dən 30%-i çıxırıq. Deməli 70%-i bu məhsulun satışa gedir. Mənə satışa gedən kartofun çəkisini soruşduğuna görə mən 80-ın 70%-ni tapıram. Ədədin faizinin tapılmasıdır. Ədədi faiz göstərən ədədə vururuq, 100-ə bölürük. Deməli, cavabda ixtisarlarını eləsək, 56 kiloqram cavabını almış olarıq. Növbəti məsələ. Mütləq qiyməti 7-dən kiçik olan neçə tam ədəd var? Mütləq qiymət A, mütləq qiymət dedikdə modul işarəsində kiçikdir 7. Deməli, A-nın qiyməti modulun içində müsbət ola bilər, mənfi də ola bilər. Amma xatırlamaq lazımdır ki, yadımıza salmalıyıq ki, moduldan hər zaman müsbət ədəd çıxır. Deməli, 7-dən kiçik olan ədədlər 0, 1, 2, 3, 4, 5, 6 və bir də bunların mənfiləri. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 və mənfi 6. Sayaq görək nə qədər ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Deməli, 13 dənə 7-dən kiçik tam ədədimiz var uşaqlar. Burada saymada bəzi şagirdlər səhvə yol verib sıfırı unudublar. Əks işarələri, ədədləri unudublar. Bunlara diqqət yetiririk. Deməli, 53-cü suala baxıram. Bizdə x və y dəyişənlərin qiymətləri verilib. 4x minus 6y ifadəsinin qiymətini hesablamağımızı istəyir. 4-ü vuracam, ədəd və dəyişən arasında burada gözə görünməz vurma əməli olduğunu bilirik. 4-ü vuracam mənfi 5-ə, çıxılsın 6 vurulsun, müsbət 6. Deməli, müsbət mənfi. Burada mənfilərin sayı tək saydadır. Tək sözündəki ə ilə mənfi sözündəki əni yadıma salıram, mənfi 20. Çıxılsın, mənfi 6, müsbət 6. Yenə də mənfi tək saydadır, mənfi 36. İkisi də eyni işarəli olduğuna görə uşaqlar toplayıram, işarəsini olduğu kimi saxlayıram. Cavab elədi mənfi 56. Növbəti 54-cü suala baxıram. Gülnar eyni ölçülü kvadrat şəkilli parçalardan qurama üsulu ilə ölçüləri 112 sm, 80 sm olan düzbucaqlı şəklində örtük hazırlamaq istəyir. Deməli uşaqlar, bu formada örtük hazırlamaq istəyir. O istifadə edəcəyi kvadratların sayının ən az olmasını istəyir. Bunun üçün hər kvadrat şəkilli parçanın tərəfi neçə santimetr olmalıdır? Deməli, kvadratın sayının az olmasını üçün istifadə edəcəyimiz kvadratlar böyük olmalıdır ki, çox yer tutsun, amma say olaraq az olsun. Deməli, hər kvadratın tərəfini gəlin baxaq, necə tapacağıq buradan. Bu 112-dir. Bu da 80-dir. Bu formada düzbucaqlıdır. Deməli, mən bunların əbubunu tapmalıyım uşaqlar. Gəlin sadə vuruqları ayıraq. 112-ni 2 vurulsun, 56 şəklində yazsam. 56 da 2 vurulsun, 6-nı 56, 7 vur 8-dir. 7 vur 8. 7 vurulsun, 3 dənə 2-nin hasili. Növbətə dedim 80-dır. 8 vurulsun, 10 yazıram. 8, 3 dənə 2-nin hasilidir. 10 da 2 vurulsun 5-dir. Deməli, əbub hər ikisində olan. Deməli, baxıram uşaqlar, 3 dənə 2, 3 dənə 2 hər ikisində var. 8 və bir də nə yazmalıyıq? 3 dənə 2. Hə, bir də burada 1-2-ni unutmuşuq. 1-2. Deməli, ümumi 4 dənə 2 var. Yəni 2 üstü 4. Bunun əköbü oldu 16. Deməli, 112-ni 16-ya bölə bilərik, 80-ı da 16-ya bölə bilərik uşaqlar.
Deməli, mənə buradan ortaq nəticə olaraq 16 hər kvadratın tərəfi 16 sm olmalıdır. Bu cavabı almış olduq. B variantı. Növbəti suala keçirik. Qutuda eyni formalı 4 qırmızı, 8 sarı, 6 göy, 2 bənövşəyi qələm var. Ümumi qələm sayına baxaq. Deməli, 4, üstə gəl 8, üstə gəl 6, üstə gəl 2. 10, 20. Ümumi qələm sayı 20-dir uşaqlar. 50 qutudan baxmadan bir qələm çıxarır. Çıxarılan qələmin göy rəngdə olması hadisəsinin ehtimalını tapın. Deməli, göy rəngdə qələmlərimin sayı nə qədərdir? 6 dənədir. Ehtimalı tapanda əlverişli halların sayını, yəni 6-nı böləcəm mümkün halların sayına. Hər tərəfini 2-yə ixtisar eləsəm, onda 3 qiymətini almış olarıq. Növbəti suala keçirik. 56. Arifgilin arı patiklərində 50 kiloqram bal var. Onlar balın bir hissəsini satmaq istəyirlər. Arif arıların öz yemi üçün pətəkdə ən azı 12 kiloqram bal qalmalıdır. Deməli, 12-dən aşağı qala bilməz uşaqlar. Və variantlarda da görürəm ki, burada mən bərabərsizlikdən istifadə etməliyəm. 12-dən az qala bilməz. Minimum 12 olmalıdır, ancaq 12-dən də böyük ola bilər. Deməli, burada qeyri-ciddi bərabərsizlik var. Satılan balın miqdarı x-dir. Satırıqsa 50-dən çıxacam. 50-dən çıxdığım fərq ya 12 ola bilər, ya da 12-dən böyük qiymət ala bilər. Deməli, burada da ən düzgün variant A variantıdır. Növbəti suala keçirəm. Asif tili 3 sm olan kub formalı oyuncaqları bir qutuya düzdü. Deməli, bir oyuncaq var. Oyuncaqların kub formasında olduğunu bilirəm və bir tilinin 3 sm olduğunu bilirəm. Onda mən bir oyuncağın həcmini tapa bilərəm uşaqlar buradan. V bərabərdir A kubu düsturundan istifadə edib 3-ün kubu 27. Deməli, bir oyuncağın həcmi 27 kub santimetrdir. O, hər qatda 3 sıra və hər sırada 4 kub olmaqla bir qata ümumilikdə 12 oyuncaq yerləşdirir. Deməli, 3 sıra. Birinci sıra, ikinci sıra, üçüncü sıra. Bu sıramdır uşaqlar. Hər sıraya da 4 oyuncaq yerləşdirir. 1 oyuncaq. Deməli, 4. Hər sırada 4 oyuncaq olmalıdır. 1, 2, 3, 4. Aha. 4 oyuncağı yerləşdirdik. Bu formada. Deməli, sütun sayı 3 oldu, sətir sayı 4 oldu. Ümumi kvadratların sayını tapmaq üçün 3-ü vurdum 4-ə. 12 kvadrat olduğunu tapdım uşaqlar. Oyuncaqları bu qayda ilə 2 qat yerləşdirdikdə qutunun tam dolduğunu bilərək qutunun həcmini hesablayın. Deməli, uşaqlar, bu mənim bir qatımdır. Deməli, bundan da bir qat eyni formada qurmalıyam. Olacaq mənim 2 qatım. Bir qatımda 12 dənə kvadrat var idi. 2 qatımda olacaq 12 vurulsun 2, 24 sayda kvadrat. Və məndən qutunun həcmini soruşduğuna görə bir oyuncağımın həcmini bilirəm. 27-dir. Bir oyuncağın həcmini vuracam buradakı kvadratların sayına. 24-də. Gəlin kənarda vuraq. 27 vurulsun 24. 8, 2 yadda, 4 dəfə 2. 8, 2 yadda 10, 2 dəfə 7, 14, 2 dəfə 2, 4, 5. Bir də yadda olacaq 6. Deməli, 6648 qiymətini. 648 qiymətini almış oluruq. Növbəti suala keçək. 58-ci suala baxıram. Dalğıc ilə balıq arasındakı məsafə. Deməli, dalğıcım budur, uşaqlar. Balığım da budur. 44 ilə 14 arasındakı məsafəni tapanda 44-dən 14-ü çıxırıq. 30 metr var. Deməli, bunlar arasındakı məsafə. Balıq ilə qağayı arasındakı balıq yenə bu 14-dür. Qağayı da 46-dır. 36-dır. Deməli, suyun üzündə 36-dır. Bir də suyun içində olan sahə məsafə 14-dür. Deməli, 36-nın üzərinə burada 14-ü gələcəm. Bu da eləyəcək mənə 50. Deməli, balıq ilə qağayı arasındakı məsafənin hansı hissəsini təşkil edir? Bu olur 50-də 30. Hər tərəfini 10-a ixtisar etdikdə 5-də 3 qiymətini almış olarıq. Deməli, burada da A variantı. Növbəti. Şərtə əsasən 59 və 60-cı sualları cavablandırın. Riyaziyyat layihəsi üçün
Bir ədəd radiusu 8 desimetrdir. 8 desimetrdir. Dairəvi karton hazırlanıb, bir üzü rənglənməlidir. Deməli, dairəvi kartondur. Radiusu 8-dir. Onda diametri olur 16. Bir balaca qab quaş boya ilə 3,5 kvadrat desimetr sahəni bir qat rəngləmək olar. Deməli, 59-cu suala baxıram. Qrup işi olaraq uşaqlar kartonun kənarlarına lent çəkəcəklər. Bunun üçün onlara ən azı neçə desimetr lent lazım olacaq? Deməli, uşaqlar, burada söhbət nədir? Kartonun kənarını lent çəkmək üçün, deməli, burada söhbət gedir. Yəni, mən burada çevrənin uzunluğunu tapmalıyam. Buradan bura, tutaq ki, yaşıl rəngdə işarə edib, lent çəkmişəm. Bu lentin uzunluğu neçə desimetrdir dedikdə, mən çevrənin uzunluq düsturunu yadıma salıram. L və yaxud da S ilə işarə olunur. 2πr və yaxud da 2r mənə radius diametri verdiyinə görə PD düsturlarından istifadə edə bilərəm. P-ni də hər zaman 3 qəbul ediblər burada. 3 vurulsun 16 eləyəcək cavab 48 desimetr. Deməli, lentin uzunluğu olacaq 48 desimetr. Növbəti. Burada deyir ki, kartonun üzünün bir qat rənglənə bilməsi üçün 50 qab boya bəs edərmi? Cavabınızı hesablamalarla əsaslandırın. Deməli, ilk olaraq kvadratın ümumi sahəsini tapılmalıdır. Gəlin tapaq. Yəni, kvadratı, yəni kartonun ümumi sahəsi tapılmalıdır. Radiusu verilmişdir 8 desimetr. S bərabərdir pi r kvadratı ilə kartonun ümumi sahəsini tapıram. Pi-ni 3 qəbul edirəm. 8-in də kvadratını tapıram. 3 vurulsun 64. 3 dəfə 4, 12, 192 kvadrat desimetr olduğunu tapdım. Ümumi sahəni. Deməli, mən nə demişdik uşaqlar? Əvvəlki məsələdə, deməli, bir qatı rəngləmək üçün 3,5 kvadrat desimetr ilə bir qatı rəngləmək olar. Bir qat üçün 3,5 kvadrat desimetrdir. Mən ümumi sahəni tapdım 192 kvadrat desimetr ilə. Görək neçə qat rəngləmək olar? Tənasib qrup, buradan x-i tapsam, təqribi qiymət 54,8 alaram. Yəni, mənə ümumi 55, təqribi 55 qat lazım. 55 qab boya lazım. Amma burada 50 qab boyadan söhbət getdiyinə görə bəs edərmi deyir? Əlbəttə ki, bəs etməz. Bəs etmir. Bəs etmir. Verilənlərə əsasən bu bəs etmir. Növbəti 61-ci suala keçək izahına. Orxan həftədə 4 gün idman zalına gedir. Deməli, bir həftədə o 4 gün, bir həftənin 4 günü idman zalına gedir. Hər dəfə 1 saat məşq edir. Deməli, bir gün 1 saat məşq edirsə 4 gün, o 4 saat məşq etmiş olacaq. Həftədə, o 3 həftə ərzində ümumilikdə neçə saat məşq edir? 3 həftədə, deməli, 3 vur 4, 12 gün idman zalına gedib və bir gün 1 saat məşq edirsə 12 gün 12 saat məşq etmiş olacaq. Tənasib qurmaqla bu məsələni rahatlıqla həll edə bilərik uşaqlar. Növbəti. Lalə lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi. Onun qeyd elədiyi ədədi bilmirəm. A-nı vurmalı idi 201-ə. Lakin o sıfırı unudaraq hesablamada 201 əvəzinə 21 yazır. Və 378 ədədini tapır. Buradan A-nı tapmaq üçün 378-i mən bölürəm 21-ə. Deməli, neçə dəfə baxaq? 2 dəfə, 3 dəfə, 3 dəfə çoxdur, 2 dəfə də çoxdur, 1 dəfə. 1 dəfə 21, 7-dən 1 çıxanda 6, 16, 168-də də 8 dəfə. A, deməli 18 imiş. 18 ədədini 201-ə vurmalıyıq. Gəlin vuraq. 8, 0, 16, 1, 0, 2, 3, 2, 3618 ədədi alınmalıdır. D variantı. Növbəti. 63-cü sual. Bu sualın bənzəri keçən ildə monitorinq imtahanına düşmüşdü uşaqlar. Deməli, 2012-ci ildə bir mağazalar şəbəkəsinin 7 filialı var idi. Bundan sonra hər il 4 yeni filial açıldı. Deməli, hər ildə neçə ildən söhbət getdiyini bilmirəm mən. Amma bilirəm ki, hər il mütəmadi qaydada 4 yeni filial açılıb.
Deməli, bir ildə 4 yeni filialdırsa, x ildə 4x olacaq. 4x. 7 filialı üzərinə bu 4x-i gələcəm. Növbəti baxıram. Digər mağazalar şəbəkəsinin isə 13 filialı var idi. Bundan sonra hər il, yenə burada hər il söhbəti var. Hər il dedikdə neçə il nəzərdə tutduğunu bilmədiyimə görə x-dir. 2 yeni filial açılır. Deməli, 2x də buradan. 13-ün üzərinə 2x gələcəm. 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı eyni oldu? Aşağıdakı tənliklərdən hansı məsələnin həlli üçün uyğundur? Deməli, buradan bunları bərabərləşdirsəm, ən uyğun variant A variantı olduğunu görmüş olaram uşaqlar. Növbəti 64-cü şəkildəki yarım çevrədə verilib mənə deməli eni 5 sm-dir. Bu 5-dirsə, bu da 5-dir. Yarım çevrədir. Baxın uşaqlar, tam çevrə deyil, yarım çevrədir. Deməli, bu hissəsi yoxdur çevrənin. Bu hissəsini özümdən çəkdim. Buradan bura, baxın, buradan bura qədər 5-dirsə, deməli, buradan bura qədər də 5-dir. Bu da çevrənin radiusu olur. 5 sm olduğunu tapdım. Düzbucaqlının tərəflərinə toxunur. Deməli, buna görə yarım çevrənin diametri neçə santimetrdir? Deməli, erini tapdım 5, diametri olacaq 2R. 10 santimetr. Növbəti 65-ci suala baxıram. Şəkildə ortaq hissəyə malik ölçüləri 8-in 10-a, 12-nin 9 santimetrə olan düzbucaqlar təsvir edilmişdir. Açıq boz rəngli hissənin sahəsi, buranı nəzərdə tutmur. Açıq boz, buranı nəzərdə tutur. Bax, buradan bura qədər məsafəni nəzərdə tutur, hissəni nəzərdə tutur. Bura 93-dür. Tünd boz rəngli hissənin sahəsini tapın deyir. Tünd boz dedikdə, deməli, mən buranı tapmalıyım. Görün, bura nə qədərdir. İlk əvvəl bunların düzbucaqlı olduğunu bilirəm. Gəlin bütöv baxın, buranı tapaq. Bütöv baxın, bu düzbucaqlını tapaq, görək. Bura 93-də, bura nə qədərdir? Onun üçün S böyük düzbucaqlı yazaq. 12 vurulsun 9. 108 kvadrat santimetrdir bu böyük düzbucaqlı. Burası 93-də, x-i tapanda 108-dən 93-ü çıxıram uşaqlar. 8-dən çıxanda 5, 15. Aha. Deməli, bu x-in 15 olduğunu bildim. Deməli, baxın, bu düzbucaqlımda qırmızı hissə ilə bu 15-in cəmi mənə sahəni verəcək. Ona görə kiçik düzbucaqlının sahəsinə baxaq. Deməli, 8 vurulsun 10, 80 kvadrat santimetrdir bütövlükdə. 80-ın da 15-i bu açıq ağ rəngdə olan hissəni çıxsam, 65 kvadrat santimetr olar. Deməli, bu qırmızı hissə. Ümid edirəm, izahları başa düşürsünüz uşaqlar. Növbəti suala keçək, 66-cı sualda. Deməli, 6A sinifində oxuyan 6 şagird arasında il ərzində oxuduqları bədii kitabların sayı ilə bağlı sorğu keçirilmişdir. Sorğuda iştirak edən şagirdlərin cavabları sütunlu diaqramda qeyd olunmuşdur. Diaqrama əsasən oxunan kitabların sayının modasını tapın. Deməli, Akif 8, Vüsal 4, Nigar 12, Fuad 6, Fəridə 4, Fidan 2 kitab oxuyub. Deməli, moda idi nə idi uşaqlar? Moda sənə verilən sırada ən çox təkrarlanan ədəddir. Burada ən çox təkrarlanan ədədin 4 olduğunu görürəm. A variantını qeyd edirik. Növbəti. Turan hər gün 40 səhifə oxusa, deməli, Turan hər gün 40 səhifə oxuyur. 40 səhifə kitabı 30 günə bitirəcək. 30 günə bitirəcək. O gündə 60 səhifə oxusa, deməli bir gündə o 40 səhifə oxuyur. Bir gündə indi səhifənin sayını çoxaldır. 60 səhifə oxuyur. Kitabı neçə günə qutarar? Deməli uşaqlar, bu formada biz tənasib qururuq. Bunun düz və yaxud da tərs olduğuna baxaq. Deməli, mən kitabın səhifələri sayını çoxaldıram. Deməli, səhifə sayını çoxaltsam, kitabı daha tez müddətdə bitirmiş oluram. Deməli, burada tərs mütənasiblikdir. Tərs mütənasiblik olanda bunları yanaşı duranları bir-birinə vururuq. 60x bərabərdir 40 vurulsun 30-dur. Hər tərəfi 30 ixtisar eləsəm, qalır burada 2x 40-dır. X-in da 20 gün olduğunu tapmış oluram. Növbəti. İfadənin qiymətini hesablayın.
Mənfi, mənfi. Mənfilərin sayı cüt saydadır. Cüt saydakı ü ilə müsbət sözünü yadda saxlayıram uşaqlar. Müsbətdəki ü saytı ilə cüt sözündəki ü saytı yadımıza düşür. 4 çıxılsın 3. Mənfi, müsbət. Böyüyü hansıdır? İşarələri. Mənfi 1 yoxsa müsbət 2? Modulca. Müsbət 2 daha böyükdür. 2-dən 1-i çıxıram və 2-nin işarəsini yazıram. 1-i. 4-dən 3 çıxanda 1, 1-i də 1-ə böldükdə 1 qiymətini almış oluruq. C variantı. Növbəti 69-cu sualın izahına baxaq. Koordinat müstəvisində təsvir olunan parçaların uzunluqları ilə bağlı aşağıdakı münasibətlərdən hansı doğrudur? Biraz yaxınlaşdıraq. Deməli, bunun y-i 5-dir. 5 mənfi 4-dür. Deməli, A mənfi 4-dür. A mənfi 4 5-dir. B-nin qiymətinə baxaq. Deməli, B-nin x uşaqlar 2-dir. Y-ı müsbət 5-dir. C-yə baxıram. C-də deməli, x mənfi 3-dür. Y-ı da müsbət 3-dür. D-də x-i yenə mənfi 3-dür. Y-ı mənfi 4-dür. Mənfi 4-dür. Aha, mənfi 4-dür. Deməli, uşaqlar, gəlin AB parçasının uzunluğuna baxaq. Deməli, buradan bura qədər məsafəni hər zaman müsbət götürməliyik. Bunu unutmuruq. Deməli, bunun y-ları eynidir. Mənim y-larla işim yoxdur. X-lara baxacağam. Mənfi 4. Deməli, buradan bura qədər məsafə 4-dür. Buradan bura qədər məsafə 2-dir. Ümumi AB parçasının uzunluğu 4 üstə gəl 2. 6 sm oldu. Növbəti indi CD parçasının uzunluğuna baxaq. CD-də də deməli, x-lar eynidir. X-larla işimiz yoxdur. Deməli, buradan bura qədər məsafə 3-dür. Baxın, buradan bura qədər məsafə 3-dür. 3 üstə gəl. Buradan bura qədər məsafə də 4-dür. Y əsasən. Mənfi 4, yəni müsbət 4 götürürəm məsafəni. Y oldu 7 sm. Mən AB üstə gəl, CD cəmini tapmalıyam. 6-nın üzərinə 7 gəldikdə 13 sm olduğunu alıram cavabın. B variantı. Növbəti məsələyə baxaq. Aydın 84 ədəd qırmızı. 84 qırmızı. 108 ədəd sarı şam. 108. Sarı şam ağacı oyuncaqlarını aşağıdakı qaydalar üzrə qutulara yığmalıdır. Hər qutuda yalnız bir rəngli, ya qırmızı, ya da sarı oyuncaqlar olmalıdır. Qutulardakı oyuncaqların sayı bərabər olmalıdır. Bu qayda ilə oyuncaqları yığmaq üçün ən azı neçə qutu lazımdır? Deməli, uşaqlar, eyni qayda ilə əbobun tapılmasıdır. 84 ilə 108-in əbobunu tapırıq. Deməli, əbobun tapılması üçün sizə bir qayda da var, onu izah edəcəm uşaqlar. Deməli, böyükdən 2 rəqəmli ədəd olur. 2 dənə ədəd verildi. Bunların əbobunu tapılmalıdır. 84-ün əbobunu tapaq. 42 vurulsun 2. 42 də 6 vurulsun 7-dir. 6-nı 2 vurulsun 3. Vurulsun 7, vurulsun 2. 108-i dən 54 vurulsun 2 şəklində yazdım. 54 də 6 vurulsun 9-dur. 6 yaza bilərəm 6-nı 2 vurulsun 3 kimi. 9-u 3 vur 3 kimi. Burada da 2. Əbob da hər ikisində olan ortaq vuruqların sayı. Deməli, 2 vur 3, vur 2. 2 vur 3, vur 2. 2 vur 3, vur 2. Hər ikisində ortaq olan vuruqdur. 12. 12 qiymətini aldım. 12 tapdım əbobu. Deməli, uşaqlar, 84-ü gəlin 12-yə bölək. 7 dəfə. 108-i 12-yə böldükdə burada da eləyəcək 9 dəfə. 7 ilə 9-un cəmi mənə verəcək 16-nı. Cavab 16. Pəncərənin ümumi hündürlüyü neçə desimetrdir? Deməli, buradan bura qədər məsafə 3-dür. Buradan bura qədər məsafə 4-dür. Deməli, uşaqlar, bu pəncərəmdə baxaq əvvəl hansı fiqurlar var? Düzbucaqlı olduğunu görürəm. Bir də yarım çevrə var. Yarım çevrə var. Bu yarım çevrənin radiusudur. Deməli, buradan bura qədər məsafə. Baxın, bu xətt elə bil 4-ü 2 bərabər hissəyə bölür. 2, 2. Bu 2, 2. Deməli, onda bu xəttin də uzunluğu 2 olacaq.
Onda bütöv hündürlük dedikdə buradan bura qədər olan məsafə. Bura qədər 3 idi, bu da 2 oldu. Hündürlüyü də tapdım. 3 üstə gəl 2, 5 santimetr. Növbəti, pəncərənin ümumi sahəsini tapın. Deməli, pəncərəmdə hansı fiqurlar var? Düz bucaqlı var. Düz bucaqlı. Bir də yarım çevrə. Yarım çevrə. Bunların sahələrini ayrı-ayrı tapıb topladıqda mən ümumi pəncərənin sahəsini tapmış oluram. Düz bucaqlının sahəsini tapaq. Eni 3, uzunluğu 4. 4 vur 3, 12 santimetr. Kvadrat santimetrdir. Yarım çevrə. Deməli, çevrənin sahə düsturu bilirəm ki, pi r kvadratı uşaqlar. Bütöv çevrənin. Amma burada yarım çevrə olduğuna görə həmin çevrəni yarıya bölürəm. Sahəsini yarıya bölürəm. Pini də 3 qəbul edirəm. Radiusu da 2 tapdıq. 2-nin kvadratı 4 bölünsün 2. 2-lər ixtisar getdi. 4-ü hər tərəfini 2-yə böldükdə 3 vur 2, 6 kvadrat santimetr. Ümumi sahədə 12 üstə gəl 6. 18 kvadrat santimetr olduğunu tapdıq. 73-cü suala baxıram. Şəkildə düzbucaqlının tərəflərinə uyğun ifadələr verilmişdir. Bu düzbucaqlının kiçik tərəfini tapın. Deməli, baxın, düzbucaqlı uşaqlar. Qarşı-qarşıya duran tərəfləri bərabər olmalıdır düzbucaqlının. 3x üstə gəl 2 bərabər olmalıdır 8x minus 5x minus 8-ə. X-ları bir tərəfə yığıram. Deməli, burada 3x-in işarəsi müsbətdir. Bərabərliyin sağ tərəfinə keçdikdə 5x-dan çıxacam 3x, mənfi oldu işarəsi. Burada 2-nin yerini dəyişmirəm. Mənfi 8-i bərabərliyin sol tərəfinə keçirirəm. Keçirdikdə uşaqlar 2-nin yerini dəyişmədiyimə görə olduğu kimi qalır. 8-in işarəsi olacaq müsbət 8. 10 bərabərdir 2x. X-i də tapdıqda hasili məlum vuruğa bölürük. X-i tapdım 5. Deməli, X-i 5 tapdımsa 3x üstə gəl 2-nin qiyməti olacaq 17. Bu 17-dirsə, bu da 17 olacaq. 3x 15. 15-dən də 5 çıxanda 10. Məndən istəyir ki, bu düzbucaqlının kiçik tərəfini tapın. 10. 74-cü suala baxıram. Məktəb həyətində kvadrat formasında qaçış meydançası var. Meydançanın ətrafında 3 tam dövr edir. İbrahim 480 metr qaçdı. Qaçdığı məlumdursa, meydançanın sahəsi neçə kvadrat metrdir? Deməli, kvadrat formalı meydançadır uşaqlar. Bir tam dövr qaçanda baxıram ki, bunun bütün tərəflərini toplayanda mən kvadratın perimetrini alıram. 4 alıram. Amma 3 tam dövr edir. Deməli, 3-ü vuracam 4 aya. Cavab almışam 480. Burada da anı tapanda 480-ı bölürəm 12-yə. Cavab olur 40. Deməli, kvadratın tərəfini tapdım 40. Məndən də sahəni tapın dedikdə kvadratın A kvadrat tərəfini kvadrata yüksəldəcəm. 1600 kvadrat santimetr olduğunu tapıram. Növbəti sonuncu məsələyə baxaq. Deməli, şəkildə təsvir olunan hündürlüyü 2. Diametri 6 metr olan silindir formalı hovuz tam dolursa neçə kub metr su tutar? Deməli, həcm tapılmalıdır uşaqlar. Həcmi tapanda mən A, B, C və yaxud da AB mənə S verir. S vurulsun, C də hündürlükdür. S, H düsturundan istifadə edəcəm. Və bilirəm ki, bu hovuzun sahəsi silindir formalı hovuzdur. Yəni, dairədir. Dairənin də sahəsi pi r kvadratı ilə hesablanır. Pi vurulsun, diametrim 6-dırsa, erim olacaq 3. 3-ün də kvadratı 9. 9 olsun 27. 27-ni vuracam hündürlüyə. 27 vurulsun, hündürlük də 2-dir. Bu da eləyəcək 54 kub metr. Bu da belə uşaqlar. Ümid edirəm dediklərimin hər biri aydın oldu. Hər birinizə uğurlar arzulayıram. Nə başa düşməsəz, komment hissədə rəylər bölməsində qeyd edə bilərsiniz. Sağ olun.